uzun bir müddət keçib, ancaq Hüseyn ibn Əlidən danışırıq. Müxtəlif yerlərdə istər müsəlman olsun, qeyri-müsəlman, onun şücaətindən, mübarizliyindən danışırlarsa, deməli İmam Hüseyn öz hədəfinə çatdı və burada məğlubiyyətdən söhbət gedə bilməz. Sadəcə olaraq baxırsan, uğur, məğlubiyyəti nədə görürsən? Əgər dünyəvi səltənətdə görürsənsə, Hüseyn ibn Əli məğlub oldu. Çünki döyüşdə hamısı şəhid oldular, nəticə də olmadı. Yox, əgər qəlblərdə səltənətdən danışırıqsa, qəlblərdə hökmranlıqdan danışırıqsa, onda Hüseyn ibn Əli qalib oldu. Məktəb yaratmaqdan danışırıqsa, tarixə iz qoymaqdan danışırıqsa, Hüseyn ibn Əli qalib oldu. Bu dəqiqə o döyüşdə olan düşmənlərin adını da heç bilmirik. Bir-iki dənəsini bilirik. Onu da ona görə bilirik ki, onlar Hüseyni qətlə yetiriblər. Yenə də Hüseynin xatirinə Yenə də Hüseynin xatirinə görə biz onları yadımızda saxlamışıq. Qalan personajların hamısını unutmuşuq. Bəzən deyirlər ki, məsələn, bu ölü tarixdir. İslam heç vaxt ölü tarixdən danışmır. Bunlar bir sosial modellərdir, bir psixoloji tiplərdir. Şimir tipi var, Yezid tipi var, Küfə sosial modeli var. Küfə nəyi təqdim edir? Küfəlilər sözdə haqla olub, risk məqamında qaçan fərarilər tipidir. İçdə Yezid bəsləyib, Şimir bəsləyib, sözdə Hüseynə sevgidən danışan bir tipdir. Hüseyni çıxard onun yerinə istənilən şəxsin adını qoy, dəyərli şəxsin adını qoy. O tipləri biz günümüzdə görürük. İndi biz baxmalıyıq ki, biz hansı modeldəyik, hansı psixoloji tipdəyik? İsmail tipindəyikmi, İbrahimdəyikmi, Şimirdəyikmi və yaxud da ki, bizlər qavrunuq bəlkə, hansı ki, iqtisadi rifah sonuna səbəb oldu. Ona görə İslamın, Quranın təqdim elədiyi modellərdir, şəxslər deyil. Onun adını sil, orada olan tipi götür, həyatını tətbiq elə. Tarixə bax və öz yolunu cız.